dəstəkləyən iki sehr həmçinin demişdilər, biz heç birinə inanmırıq. De ki, əgər doğru deyirsinizsə, Allah tərəfindən elə bir kitab gətirin ki, bu ikisindən daha doğru yol göstərən bir rəhbər olsun və mən də ona tabi olum. Əgər sənə cavab verməsələr, bil ki, onlar nəfslərinin istəklərinə uymuşlar. Allahdan bir doğru yol göstəricisi gəlməyincə, öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər? Şübhəsiz ki, Allah zalim adamları doğru yola yönəltməz. Biz sözü onlara çatdırdıq ki, düşünüb ibrət alsınlar. Qur'andan əvvəl özlərinə kitab verdiyimiz kəslər ona iman gətirirlər. Onlara Qur'an oxunduğu zaman biz ona iman gətirdik. O həqiqətən də Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik deyirlər. Səbr etdiklərinə görə onlara mükafatları 2 qat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər. Onlar lağlağı eşitdikləri zaman ondan üç çevirib, bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun. Biz cahillərə qoşulmaq istəmirik deyirlər. Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır. Kafirlər dedilər, əgər biz səninlə birlikdə doğru yolla getsək, yurdumuzdan qovularıq. Məyər biz onları özümüzdən bir ruzi olaraq, hər cür meyvənin gətirdiyi, müqəddəs, təhlükəsiz bir yerdə yerləşdirmədikmi? Lakin onların çoxu bunu bilmir. Biz xoş güzəranə ilə qürrələnən neçə-neçə şəhəri məhv etdik. Budur onların yurtları. Özlərindən sonra bəzilərindən başqa orada heç kəs sakin olmadı. Onlara biz varis olduq.